Salam dostlar, bugün Kubernetes nədir və necə quraşdıracağıq, onu izah edəcəm. Kubernetes nədir? Kubernetes konteynerləşdirilmiş tətbiqləri idarə edən güclü açıq mənbə sistemidir. Təsəvvür edin, bir neçə proqram konteynerdə paket olunub işləyir. Kubernetes bu konteynerləri düzgün zamanda doğru maşınlara yerləşdirib avtomatik idarə edən bir usta rolunu oynayır. Məsələn, bir web sayt bir konteynerdə işləsin, database başqa bir konteynerdə işləsin. Yəni bunun kimi Kubernetes bu konteynerləri şəbəkə üzərindən avtomatik birləşdirib əlaqələndirir. Okay. Bunu əslində izah eləmişdim, yenə də kiçik bir. Kubernetes klasteri ümumiyyətlə control plan və worker node-dan ibarətdir. Bu iki hissədən ibarətdir. İdarə planı, yəni control plan klasterin beyni sayılır. Burada API server var. API server adlı bir xidmət bizə klasterdə ünsiyyət qurmağa imkan verir. Bunlar arasında ünsiyyəti API vasitəsilə qururuq. Worker node var, worker serverlər. Bunlar üzərində konteynerlər işə salınır. Və burada kubectl kimi vasitəsilə sorğular göndəririk, konteynerlər işə düşür və yaxud da dayanır. Yəni bunu belə idarə edirik. Niyə Kubernetes? Çünki tətbiqlərin miqyasını, yəni ölçəkləndirilməsini, yüksək əlçatanlığını, ayrı nodlar arasında, yəni avtomatik köçürməni təmin edir. Məsələn, trafik artanda konteynerlərin sayı çoxalda və yaxud da azalda bilər. Yəni bu kimi mürəkkəb bir idarə etməni əllə yox, proqramlı şəkildə icra edə bilər. Kubernetesi harda quraşdıra bilərik? Lokal kompüterdə, Minikube, Kind, Docker Desktop bunlarda quraşdıra bilərik əslində test üçün. Multinode cluster var. Master və Worker bunlar daha çox prod mühitdə istifadə olunur. Son 2 və 3 bunlar test mühitdə daha yaxşıdır. Məsəl üçün biz Minikube istifadə edəcəyik. Sonra bulut xidmətləri var. Yəni bunlardan hansı varsa, AWS-dir, Azure-dur, Google-dur. Bunlardan hansı varsa onunla da işlədə bilərik. Quraşdıra bilərik. Və bunlar da hazır gəlir, belə bildiyim qədərilə. Düz mən yoxlamamışam, amma hazır gəlir. Yəni heç bir servis quraşdırmağa ehtiyac olmur. Sonra Kubernetesin əsas komponentlərini də izah eləmişdik. Control planda API server, controller manager, scheduler, etc. var. Worker node-da kubelet, kubeproxy, container runtime var. Hansı ki burada da görürsünüz onları. Baxın, controller manager, API, scheduler. Yəni bu əslində biraz qəribə bir şey oldu. Ben onu tapım internetten. Bunu silsək yerindən bunu açsaq daha rahat görə bilərik. Bunlar nodlar olacaq. Controller manager, API, etc, scheduler, container runtime var burada, kubelet, kubeproxy. Bunların hamısını izah eləmişdik və bunun indi səfərimizin yüklənməsinə keçək. Yenə də buraya yazmışam, kiçik bir şəkildə izah edim. Deməli, pod ən kiçik vahiddir, servis şəbəkələrlə əlaqə yaradır. Deployment idarə olunan replikasiyalar falan filan. Bunları izah edəcəm. Burada deployment var, config map secret var, namespace var.
bunları izah etmişəm. İndi gələcəkdə də onu daha detallı izah edəcəm. İndi başlayaq Kubernetesi Minikübü yeni qurmağa. Deməli, bunun burada belə bir kiçik curl var. Bunu da paylaşacağım sizlə ən sonda dokumentasiya olaraq. Belə başlayaq. Əgər Docker varsa ki, məndə var. Düşünürəm ki, sizdə də var Docker. Bunu başladaq. Şifrəmiz. Tək. Bildim mən bunu. Mənim internetim zəifdir, bu çox güman biraz çəkəcək. Videonu çox uzatmamaq adına onu stop edeyim. Yükləndi demək, keçək növbəti stepə. Okay. Bu da okeydir. Kubect'e yükləyəcək. Sonra change mode verdi Kubect'e. Belə davam edirik dostlar. Deməli bizim indi deployment və servis yaradacağıq. Miniküb vasitəsilə deməli get deployment. İki tane deployment'ım var. Bunları indi siləcəyik. Delete. Name olarak da cihazın içine sığınacaqlar. Apache ve Nginx. Okey, bunlar da delete oldu. Servislere baxaq. Bunları da siləcəyimizi çox asandır. Gördüyünüz kimi kodlarda çox mürəkkəb bir şey yoxdur hələ ki. Apache və Nginx. Kubernetes cluster IP bu qalmalıdır, mütləq bu IP verir. Okey. İndi yenidən yaradacaq bunlara. Okey. Yaratmamışdan öncə istəyirəm deployment və servislərin nə işə yaradığını mən sizə deyim. Deməli, deployment Kubernetesdə bir proqram, məsəl üçün indi biz sildik onları. Nginx, Apache və yaxud da digər applicationlar ola bilir. İstədiyiniz sayda bunun nüsxəsini, yəni podunu avtomatik idarə edən bir
obyektdir. Sadə dildə desək, məsəl üçün, deyək ki, mənim bir restoranım var, mən 3 dənə aşpaz istəyirəm. Amma bu restoranın limiti mütləq şəkildə 3 dənə aşpaz olmalıdır. Yəni, bunun kimi işi, hansının işi dayansa, hansı aşpazın işi dayansa, yerinə başqa bir aşpaz mütləq ki, gəlməlidir. Yoxsa restoranın işi. Bu replikasdır. İndi replikas çox ki, mən gələn dərsimizdə izah edəcəm. Yəni, deploymenti manual olaraq yaratmağı və replikas falan. Bunları gələn dərslərimizdə izah edəcəm mən sizə. Deməli, servisdəki podlara sabit bir IP və ya ad verir və bu trafiki düzgün yönləndirir podlar arasında. Təsəvvür et, məsələn, bu dediyimiz kimi bu aşpazlar, aşpazı var, amma müştərilər hara zəng edəcəyini bilmirlər. Servis bu zaman birləşdirici, yəni bu telefon nömrəsi rolunu oynayır. Müştəri bir nömrəyə zəng edir, növbədə olan aşpaza yönləndirir. Əgər onun bir, məsəl üçün, işi varsa, o an onu digər, yəni load balans edir. Servis yük paylamacısı, load balans dediyimiz bunu da edir. Yəni daimi əlaqə nöqtəsi yaradır və podlar dəyişsə də servis IP və adı heç vaxt dəyişmir. Belə. Qısaca desək, podları, deployment podları yaradır, sayını və yeniləməni idarə edir. Servis isə podlara sabit IP verir və istifadəçini yönləndirir. Belə. Deməli, bir dənə başlayaq indi deployment yaratmağa. Deployment Nginx olsun. Bir dənə deploymentimiz yaradıldı. İndi buna servis yaratmalıyıq. kubectl expose deployment sayısal portunda target port olsun sayısal, type'ımız da olsun cluster type'ın okey. Expose olunu yaradıldı. Deməli, MyNginx burada deployment'a qarşı bir servis yaradır. Servisin adı MyNginx servisi olur. MyNginx olur. Deməli, 80 portu açılır və cluster IP tipi, yəni daxili clusterdə giriş üçün nəzərdə tutulub bu cluster IP tipi. Okey. Bu qədər, yəni bunun açıqlamasını verdim. Şimdi biz port forward eləməliyik ki, biz buna Windows'dan daxil ola bilərik və yaxud da digər yerlərdən daxil ola bilərik. Deməli, kubectl port forward Nginx service 80 çox vaxt olur. 88 address
0. Deməli 88 portunu Nginx serverindəki 80 portuna yönləndirir. Burada bu da ki adres 4.0 bunu yazdıq. Bu artıq istənilən IP-dən məsəl üçün bizim IP-miz indi 150 olmalıdır. 192, 168, 150 olmalıdır. 11, 150. Məsəl üçün oradan daxil ola bilər və yaxud da başqa bir artıq digər yerlərdən də daxil ola bilər. Localhost yazmayaraq və yaxud da nə bilim başqa bir şey yazmayaraq digər IP-lərdən daxil ola bilmək. Bunu onun üçün açırıq. Yazırıq. Deməli, browser'a girək. Okay. 8 Baxın. Bu gəlsə artıq deməli sizin podunuzdakı Nginx uğurla işləyir. Okay. Başqa nə qaldı? Mən izah edəcəyim. Burada AWS var, Azure var, Google var. Bunlarda çalışacağım mən. İzah edim gələcəkdə. Bunlarda da bir şey quraq. Okay. Bunları bilirik. Məncə bir şey qalmadı artıq bugünkü dərsimizlə bağlı. Mən orada hər bir yeniləmə edəndə bura bir şey düşməliydi axı. Yaxşı. Baxın, hər yeni bir browserdən giriş edəndə və yaxud da şey olanda bura bir log kimi bir şey düşür. Connection'ın belə uğurlu olduğunu göstərir. Bunu belə qalmalıdır. Baxın, nəsə qalıbsa. Bir şey izah etmək, daha detallı izah edim bunu indidən. Çünki gələcəkdə bunu başqa bir şeylər də yazacaq bu type-ı. Type-ı məsəl default olaraq cluster IP yazılır. Cluster IP məsəl üçün mikroservislər arasında bir-birləri ilə danışanda bu yalnız clusterin içindən görünür. Bunun yerinə məsəl üçün node port da yaza bilərik. Node port məsəl üçün clusterin xaricindən browser curl ilə qoşulmaq üçündür. Servisdə hər nodda sabit bir port açır. Məsəl üçün 3276 arasında node port yazıla bilər. Node port clusterə çöldən girişi mümkün edir. Yəni servis avtomatik olaraq hər birinə hər nodda bir port açır. Məsəl üçün 32767 arasında belə bir port açır. Yəni buna browserdən daxil ola bilərsən belə node IP-ni və node portu yazaraq. Və sonra burada load balancer var. Load balancer bunu daha çox AWS, Azure, Google Cloud-da görəcəyik bunu. Real IP-də çölə çıxış verir, load balancer edir. Xarici IP alır, belə deyim. Və bunu da avtomatik olaraq balanslaşdırma edir bunda. Sonra external name var. Bu da ki DNS adını göstərir və pod və ya servis yerinə başqa bir domenə yönləndirə bilir. External name. Bu qədər dostlar. Gələn dərslərimizdə görüşənədək sağ olun.